onkologiyada oruç tutmağın nə kimi fəsadları ola bilər xəstələr üçün? Ümumiyyətlə, onkoloji xəstələrdən əgər danışırıqsa, bu bütün xəstələrdə aktiv xəstə vaxtı oruç tutmaq məsləhət deyil. Tutalım ki, onkoloji xəstə hal-hazırda təzə əməliyyat olub, və yaxud da ki, kimyoterapiya alır, radioterapiya alır və s. O anda, yəni aktiv fazada oruç tutmağı məsləhət görmürük. Təbii başqa xəstəliklərə də aiddir. Yəni aktiv fazada kimsə, yəni oruç tutmasın, zaten Allah Taala da yəni imkan verir ki, bu halda deyirlər ki, tutmaq günah sayılır. Amma yox, əgər artıq xəstəlikdən sağalıbsa, sakitləşmə mərhələsidirsə və yaxud da ki, ancaq profilaktik müayinələrə gedirsə, o zaman orucu tuta bilər. Amma bir nüansa çıxmaq istəyirəm. Təkcə xəstələr yox, sağlam insanlar da, yəni sahuru keçirtməsinlər. Sahur ibadətdir. Yəni çox adam yatıb qalır, qidalanmır və bir də gedir iftara. Bu doğru deyil. Mütləq xüsusilə xəstə adamlar, hansı ki xəstəlikdən sağalıblar, mütləq həm sahurda, həm iftarda normal qidalanmaq şərti ilə oruç tuta bilərlər. Yəni orucluq acılıq elan etmək deyil də, orucluq özü bir ibadətdir və o ibadəti ilə sahura qalxmaqla da ibadətin ilk anlarını, saniyələrini oradan başlayırsan. Amma səhhətində problemlər varsa əlbəttə ki. Təbii, aktiv fazada məsləhət görülmür.